biz təntənəli şəkildə Zəfər bayramımızı qeyd edən tədbirin açılışını söz və xidmətlərimizin rektoru İradə xanıma. 8 noyabr Zəfər günü ədalətli Dəmir Köprüyümüzün qələbəsi münasibətlə bugün tədbirimizə gələn hər bir qonağımızı, şəhid anaları, şəhid ailə üzvləri qarşımızda baş əyərək sizləri salamlayıram. Eləcə də böyük vətən müharibəsi iştirakçıları olmuş qazilərimiz, sizləri salamlayıram. Digər qonaqlarımız, məktəbimizin müəllimləri və şagirdləri, hər birinizi salamlayır, bu bayram münasibətində sizləri təbrik edirəm. Bugün Azərbaycan xalqı vətən müharibəsində qazanılmış şanlı qələbəmizin 5-ci il dönümünü, Zəfər gününü böyük coşqu, sevinç və qürur hissi ilə qeyd edir. Azərbaycanın çox əsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Başkomandan Prezident İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına qazanılıb. Gəlin şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. müxtəlif növ silahlardan, ucublərdən, ağır artilleriyalardan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi ateş edir. Düşmən ateşi nəticəsində mülki əhali və hərbiçilərimiz arasında itkilər yaralanır. Allah şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmayacaq. Azərbaycan ordusu hal-hazırda düşmənin hərbi mövqelərinə ateşlər, zərbələr edir və
və bu zərbələrin nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxır. Azərbaycan bizimdir, Füzuli bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Kəlbəcər bizimdir, Laçin bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycan eşit olsun, Azərbaycan Azərbaycan Respublikasının Prezidenti, Bakı şəhəri 3 dekabr 2020-ci il. İndi isə tədbirimizin fərdi hissəsinə keçək. İndi isə çıxış edir məktəbimizin içərisinin şagirdləri.
İndi isə son dəfə qucaqlaşa gedirəm. Qulağıma pıçılda səninlə fəxr edirəm. Haqqını halal elə, hər şey üçün çox sağ ol. Yeməyinə fikir ver, anamdan müğayət ol. Əlvida bütün evi yüklü çəkən adam, bir oğul tabutuna gücü çatmayan adam.
6 fevral 1992 Xocalı. 8 may 1992 Qarabağ Hüddisi Şuşa. 18 may 1992 Laçın. 2 oktyabr 1992 Xocavənd. 2 aprel 1993 Kəlbəcər. 7 iyul 1993 Ankara, 23 iyul 1993 Ağrı, 23 Ağustos 1993 Əfraim, 23 Ağustos 1993 Füzuli, 31 Ağustos 1993 Uzaq, 29 Oktyabr 1993 Zəngilin işğalı, 30 artıq şübhə tərifində Qanal Qarabağın azaldığını gözlərir. Gənclik xalqı olmaqlarımız aile başlamasında ilerleyen bir vereceği günün geleceğini bilirdi. Ve her gün güncəllikdə analar özü qollarını xeyir havalarla cəbhəyə yol salarkən, xalqımız aile başlamasının ətrafında yumruq kimi birləşərək bütün dünyaya həmrəliyi nümayiş etdirdi. Həmin günlərdə oğlunu cəbhəyə yola salan ana. Ana, müjdeler olsun. Aile Başkomandan emri verdi, dövüşe geldiler. Şükürlər olsun ilahi. Arifəli hikmət, qurbanın olur. Elə hikmət elə, sevinçdən olsun. Elə azad etsin. Ay ana, sen benden ticaret alma. Oğul okulcuyum, sağlığımız olma. Ben şehit oğluyum, bir kısasımız var. Torpaq azad olsa, heç dərdim olar. Əmir versin komandanım. İntiqam üçün coşur qanım. Mübariz olaram, polad olaram. Qorxusuz, ürksüz, əskər olaram. Çox sağ ol ay mənim sevimli oğlum. Qeyrətli, namuslu, hünərli oğlum. Amma özünü də unutma qorun. Qoy yatsın düşməni altın olur. Aşağıdaki yaşayış məntəqələrini azad edin. Cəbrayıl şəhəri. Füzuli şəhəri işğalçılardan azad edin. İnqilab şəhəri. Ulanlı şəhəri. Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Umadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ
cevap vermeye lazımdır. Bunu yanınızda saklayın. Yazandan sonra birinci atılan pencerede pin-kod yerine yazılır 692-628. Pin-kod ekrandadır 692-628. Yarışımız başlıyor inşallah. Buyurun. Telefonumuzun ekranlarında da çıkacak sorular. Birinci sorumuz, İkinci Qarabağ müharibesi necə adlanır? Dəmir yumruq əməliyyatı, Vətən müharibəsi, 4 günlük müharibə, cavablar doğrudur. 7, 6, 5, 4, 3, 2, 1, vaxtdır. Devam edelim. İkinci sual. İkinci Qarabağ müharibəsi zamanı müharibənin simvoluna çevrilmiş cümlə hansıdır? Mən Azərbaycanlıyam, Qarabağ Azərbaycandır, təhsil millətin gələcəyidir, biz qayıtdır. İşləməyə ehtiyac yox, iştirak etmək istəyir, düz qoşulardır. Rayonları azad edilme adımlarına göre düzdür. 1. Zəngəla, 2. Zəbrayı, 3. Füzuli, 4. Qubaqlı. Qubaqlı qaralara 2, 3, 1, 4. 1, 2, 3, 4. 2, 4, 1, 3. 3, 4, 2, 1. Arasında necəydi? Növbəti. Tarih rayonlarımızın adları necə dəyişdirilir? Stepanakert, Mardakert, Marduni. Xankəndi, Ağdərə, Qozalı. Xankəndi, Ağdərə, Qozəmən. Xankəndi, Əsgəran, Suqovuşan. Xankəndi, Şuşa, Qozəmən. Hansı variant düzdür? Bilirsiniz, işğalçılar necə dəyişmişdi adlarını? Onlar Qanunmasında Prezident İlham Əliyev bütün dünyaya şəkildə bildirilən bu cümlə işarəsi. İqna işarəsi, nöqtə işarəsi, vergül işarəsi, sol işarəsi. Hansı cümleydi? Qarabağ Azərbaycandır və sonra hansı işarəydi? Növbəti sual uşaqlar. Deməli, uşaqlar bir əkinci sıx meşəlikli yeni su mənbəyi tapır. Və həmin su mənbəyi sonra bulaq olur. O bulağa su əkincinin adını verirlər. Və su əkincinin adı nə idi? Xanəvəli, İshaq, Vaqif, İbrahim. Səməd Qullu Kəlbəzər dağlarında bir çobanın qonaq olarkən eşitdiyi bu səslər məni uşaqlıq illərinə aparır deyir. Səməd Qullu da hansı səs eşitmiş uşaqlar? Tütək səsi, quzu səsi, çoban səsi, çay səsi. Nə bir də Səməd Qullu Kəlbəzər dağlarında qonaq olanlar elə bir şeylər var. Mən inanıram ki, siz onu bilək olur. Deməli, 12 dəfə qoyumuz olur. 12 dəfə. 2020-ci ilin noyabr ayında hansı rayonlarımız azad edildi? 1, 112, Kəlbəcər, Rus, Afqan, Qor, Qaçın. 1, 2, 2, 3, 3, 4, 1, 4. 20-ci ilin noyabr ayında. Cavabı baxın oradan qeyd edeyim. Mən nə deməyim? Dəstər edeyim. Deməli, neçə nəfər doğru cavab verdi? 8 nəfər doğru cavab verdi. Davam edelim. Üç tərəfli bəyanatın imzalanmasına vasitəsini edən dövlət hansıdır? Amerika, Türkiyə, Rusiya, Pakistan. Beş tanemiz qalmış. 12 nəfər doğru cavab aldı. Davam edelim. Bir neçə erməni nüfəzini boğaraq dolaşlaşın olduğu sahasını olan şəhidimiz kimdir? Cəbrayıl Dövlətzadə, Əhmədzadə Famir, İsmailov, İbrahim,
ve Erbaya'da bir ərazimiz hansıdır? Hatta Füzuli, Laçın, Şuşa bu sualımız Hamı 5 şəhər hamısı. tamam edildiği şartlar. Düşmanlar ilk azad edilen torpaklarımız hansı rayonların arazisiydi? Ağdam, Kozanay, Füzuli, Cəbrayıl, Xankəndi, Ağdərə, Şuşa, Laçın. Düşmanlar ilk azad edilen torpaqlarımızdan Zirve 22 nəfər. Düşmanın kabusuna çevrilen Azərbaycan Qol adının üzərindən hansı məşhur maddə yazılırdı? Mahmud Paşinyan, Əmir Gümrü, İki Qovan, Qarabağ Azərbaycan. Onların üstüne, onların kolsuz şişe aparatların üstüne, her şahitler ne yazıldı? Burada bir qədər diqqətli olmaq lazım. Bir qədər sağlıqlı. Bazı fərziyələrə görə işğaldan azad olunan bu rayon Sasani hökmdarının adı ilə əlaqəlidir. Bu hansı rayondur? Sasani hökmdarının adında fərziyələrə görə əlaqəlidir. Qubadlı, Xankəndi, Cəbrayıl, Füzuli. Biraz da tarixdə gəldim görək. Bizə öyrəsin. Qarabağda tutanmasıdır ki, şəhidlərin xatirəsində Azərbaycan ordusunun zəfər günü sırtlığı kimi məşhurlaşdı. Amma biz Aferin. Uşaqların bir yerləri görünür. Görək kim var necə çıxdı. Üçüncü, Ruslan. Kimsin Ruslan? 88-18 Musa. Şimdi gelsin. İkinci yeri Ömer. Birinci yeri Erdemir. Ruslan Ömer Erdemir çıktı.
şəhidlər. Ben de bugün mektebimize yeni gelen devletlerimiz, bildiğiniz gibi Karabağ Muharebesi ikinci dövüşlerde iştirak etmiş galiplerimizden de ben de o mektebimizin müdür kalesi bakımından tebrik ellerimize de münasebetiyle ve bir de yeniden qeyd edirəm, Allah şəhidlərimizə qəmi-qəmi rəhmət eləsin, qalan qazilərimizə can sağlığı versin. Yəni bildiyiniz kimi qalan qazilərimiz onlar da öz canlarının bir hissəsini bu döyüşlərdə qurban veriblər. Dünən bir tədbirdə idim, orada bir yaxşı çıxış vardı. Mən fikirləşdim ki, bəlkə də bu çıxış elə bizim Qədir müəllimin adından deyildi. Yəni orada deyir ki, bir qazinin döyüşlərin birində gözünün birini itirir. Ona döyüşlərdən sonra sual verirlər, gözünü necə hiss edirsən? Deyir ki, çox yaxşı hiss edirəm. Bayaqdan iki gözümlə Azərbaycanın yarı görürdüm. İndi bir gözümlə Azərbaycanı bütöv görürəm. Yaşasın İlk önce ben mektebimize alınan hazırlanmış teşekkürnameleri şehit ailesilerine başlamak istiyorum ki onları takdim edip sonra diğer konuklarımızın da takdimatını edeceğim. Leyla Hanım Ehmedova. Bugünkü sefer münasebetiyle hepinizi tebrik ederim. Allah'ın verdiği ömrü sağlam ve hoş takdirlerle, bəxtə və günlərlə böyüyəsiniz mənim balalarım. Allah hər birinizi adi məktəbə daxil olmağı nəsib etsin. Bugünkü tədbirə görə məktəbin direktoruna öz təşəkkürümü bildirirəm. Allah sizlər var etsin, gələn qonaqları da təbrik edirəm, xoş gəldin deyirəm. Mən də bu bayram münasibətindən öz oğlu, iki övlad itirmiş ana kimi öz övladlarının adına çıxan şəxsi kitabı məktəbin direktoruna təqdim etmək istəyirəm. Sağ olun, biz size teşekkür ediyoruz. Valide Hanım Bağırova. Teşekkür ederim. Flora Hanım Hüseyinova.
şəhidlərimizlə fəxr edirəm ki, onlar bizim balaların qısasını aldılar, qanlarını yerdə qoymadılar, başımızı uca elədilər, torpaqlarımızı azad elədilər. İndi bugün vətənimiz antiterror təşkilatında, antiterrorda şəhid olan evlatlarımıza Allahdan rəhmət edirəm. Onlar da bütün ərazimizi bütöv elədilər. Ona görə mən sizin gələcəyinizdə uğurlu, xoş, kimin ürəyində nə peşənin sahibi olmaq varsa, bu arzuna çatın. Həmişə vətənimizi qoruyun, analarımızı qoruyun, müəllimlərinizə hörmət edin. Çünki müəllim adı çox uca bir zirvədir. Müəllimlər doğrudan da bizə birinci gündən çox əziyyət çəkir. Oxumağı bilmirik, yazmağı bilmirik. Ancaq onlar bizə o biliyin qapısını açır. O bizim ali məktəblərə girməyimizin qapısını açır. Ona görə mən sizə bütün müəllim heyətlərinə təşəkkür edirəm. Allah sizi var eləsin. Sevil Hanım Ağayeva. Teşekkürümü bildiririm. Allah razı olsun her birinizden. Şehitlerimize Allah rahmet eylesin, gazilerimize can sağlığı versin. Çok teşekkür ederim. Ve mektebimizin adını taşıdığı Esed Eleskerov'un kardeşi Ramiz Eleskerov. Bazılarımıza can sağlığı, bütün hemşehrilerimize Ve bugün tədbirimizin qonaqlarına təşəkkür etmək istəyirik. Kamila Hanım Bulami. Ben de hepinizi sağlıyorum. Hoş geldiniz. Tamam, ben de arkadaşlar, hepinize teşekkür ederim. Bu şehitlerimizin karşısında başlayan hemşehrilerimizin can sağlığı. Bizim şehitlerimiz, bizim gazilerimiz savaşın olmamak için canlarını vermişler. Bugün sizin üzerinde düşen birinci tahsil almak, okumak ve bu ülkemiz sizin şehitlerinizin üzerinde bırakacak olan sonra. Ve bundan sonra da sizin aranızdan inşallah Nobel mükafatçıları, dünya şöhretli alimler, istediğiniz gazeteni, istediğiniz peşini seçeceksinizse seve seve seçin ve Azerbaycan'ımıza, vatanımıza hizmet edin. Teşekkür ederim. Əziz tədbir iştirakçıları, hörmətli şəhidlər, bugün tədbirimizdə belə deyim də, biz müasir ordunun əsasını qoyan ümumi liderimizin də əsgərləri əyləşir. Yəni, belə deyim, bizim yetişməmizə səbəb olan zabitlərimiz. İndi onlar təqaüddədirlər. Ama ordumuzun belə deyil, özəyini həmin zabitlər yaratmışlar. Ümumi liderin bölümündə. Çox çətin günlər idi. Həmin zabitlərimizə öz təşəkkürümüzü bildirdik ki, ordumuzu gələcək, ordumuzu 44 günə, belə deyil, müharibə, zəfərlə başa tutmasının memarlarından birini olacaq. Bugünkü tədbirimizdə iştirak edən
Həmin zabitlərimizə də söz vermək istəyirəm. Birinci söz vermək istəyirik ehtiyatlı olan polkovnik Elmar Hüseynov. Hepinizi salamlayıram, hörmətli başarılı məktəbi pedaqoji müəllimlərinə təşəkkür edirəm. Hörmətli şagirdlər, bu tədbirdə yüksək səviyyədə iştirakınızda olmaqdır. Çox bəyəndik, həqiqətən. Birinci dəfə mən səmimi bir gördüm, o şagirdlərin rayonların adı olmağını, sonra açılması həqiqətən. Yaratıcı heyətə təşəkkür edirəm. Çox təsir edirəm. Müharibənin səsini eşitməyəsiniz. Ancaq kitablarda, filmlərdə görəsiniz, baxasınız. Amma hər şey yadınızda saxlayın ki, vətəni qorumaq üçün oğurlar lazımdır. Vətəni qorumaq üçün sizin gibi savadlı gələcəyiniz lazımdır. Oxuyun, müəllimlərinizə qulaq asın, inkişaf edin. Hər birinizə uğurlar arzu edirəm. Bayramın mübarək. Sizi təşəkkür edirəm. Həqiqətən. Həm orduda belə deyim, abisliyində xidmət elədiyim, həm də ki, silahla olan şəxslərdən, o vəzifədə və rütbələrdən söylə, əlbəttə ki, ordumuzun korpusun kəşfiyyat rəisi olmuş, Qarabağ veteranı, polkovnik Leytenant Kamil Baxşəyev. Mənim əzizlərim, hər birinizi xoş gördük. Mən əvvəla tədris etdiyim 284 sayılı tam orta məktəbin kollektiv adından, rəhbəri adından hər birinizi salamlayıram, bayramınız mübarək olsun. Əbədi yaşar, ölməz şəhid ailələri, şəhid analarımızın, şəhid qardaşımızın, şəhid bazarının qarşısında baş verir. Və xahiş edirəm, şəhidlərin adı çəkiləndə onların qarşısında söz həmç edilmək lazımdır. Ölməz və əbədi yaşar şəhidlərimiz. Şəhidlər unudulanda, orada demək vətən yoxdur. Və mən əsrlər boyu qüdrətli Azərbaycanımızı bildiyiniz kimi alt yerə parçalanır. Ancaq son 300 ildən sonra Azərbaycanımız qismən işğal olunmuş torpaqların bir qismini geri qaytarır. Vətən müharibəsi kiçikdən böyüyə bayrağımızın sevilməsini, şəhid adının uca olmasını bir daha əbədi olaraq bizim qəlbimizdə saxladı. Heç bir dünyanın elə bir inkişaf edilmiş ülkəsində heç kim görə bilməz ki, bütün əyalətlərində, rayonlarında Azərbaycan həmin dövlətin bayrağı dalğalansın. Bu Azərbaycandadır. Hansı rayona getirən, onun mərkəzində Azərbaycanın qüdrətli bayrağı dalğalanır. Sabah bizim zafer günümüzdür. 9-u bizim bayraq günümüzdür. Hər iki bayraq münasibətini sizi səmimi qəlbdən təbrik edirəm. Bizim xalqımıza zəfər yaraşır. Son olaraq bir kəlməmlə çıxışını bitirmək istəyirəm. Əzizim, basar keçər, vaxt gələr, basar keçər. Azərbaycan ordusu Zəngəzura basar keçər.
səni bilik, biz hamımız bu zəfəri şəhidlərimizə və qazilərimizə borçluyuq. Mən hamıza minnətdarım, həqiqətən gözəl bir zəfər idi. Yaxşıdan polkovniki qeyd elədik, bu uşaqların əlinin açması, bu rayonların adları biz də çox tədbirlər getirmişik. Amma ilk dəfə idi ki, həqiqətən də bu bir yenilik idi, rayonların adları, uşaqları. Ona görə mən bu məsələdə qardaşıma dəstək olan məktəbimizin rəhbəri Yali Anma da dərin təşəkkür edirəm, Ləman Anma da dərin təşəkkür edirəm. Həqiqətən də qardaşım qısa müddətdə bu məktəbə hərbi rəhbər təyin olmağına baxmayaraq çox möhtəşəm bir tədbir rəhbərliyin dəstəyi ilə hazırlamışdır. Zəfər gününüz mübarək olsun. Cənab Prezidentimiz demişkən, Qarabağ Azərbaycandır. Deməli, əziz və hörmətli qonaqlar, mən hələ bir ayım dedim bu məktəbə yerləşik nəzərlərdən. Mən burada bir əmir var, əmir deyiləm, həm tərbiyə təşkilatında rəhbərliyimizə, həm də ki, əziyyətli çəkən əmir, Əsgər əmir, bizim direktorumuz Qarabağ'a solan övladı da burada iştirak edir. Zaman bayramında da Mən də şəhid olanlarımıza, xalqımızı nəinki Azərbaycanda, dünyada ən yüksək səviyyədə təbliğ edilsinlər. Təhsillərində uğurlar arzulayıram. Məktəbin rəhbərliyinə, kollektivin, hər bir bayramı təbrik edirəm. Bu məktəb mənə təbrik edir. Çox olmadı. Mənim valideynəm bu məktəbdə Hasan 30 ildən yuxarı bir məktəbdə müəllim işləyir. Hər birisini təbrik edirəm. Bayramımız mübarək olsun. Əziz qonaqlar və məktəbimizin kollektivi, eləcə də bizim əziz şagirdlərimiz. Son olaraq sonuncu təşəkkürnaməmizi bugünkü tədbirimizin əsas təşkilatçısı Qədir müəllimə təşəkkür edirik. Eləcə də Qədir müəllimə neçə gündür orada Qədir müəllimə dəstək olan İlham müəllim, Aysel müəllimə, məktəbimizin uşaq birliyi rəhbəri İnci müəllimə, Əsgər müəllim daxil olmaqla Ləman müəllimə hər birinizə təşəkkür edirik. Bayramınız mübarək olsun. Və bugün bizim diplomlarımız var, hansı ki şagirdlərimizə təqdim edəcəyik. Əgər qonaqlarımız tələsirsə, getmək istəyirlərsə gedə bilərlər və mahnımızı dinləyib qonaqlarımız gedə bilər, şəkil çəkib gedə bilər.